Sabah Qədirxum bayramıdır. Bu gecə bayram gecəsidir. Hər birinizi bu mübarək bayram münasibəti ilə təbrik edirəm. Allah bu günün fəzilətini dərk eləməyi bizə nəsib eləsin inşallah. Bu cəmiyyət içində Peyğəmbərin sözünün çəkisi nə qədərdir? Həmişə biz bu hədisin ikinci hissəsini təhlil edirik. Deyir ki, mən kuntu mövla, fəhaza aliyyum mövla. Deyir, hər kimin mövlası mənəm, Əli onun mövlasıdır. Gedib ey yazıq dilənçi, qapısını döy əlinin, ki üzük verib şah eylə, kərəm ilə hər gədanı. İsmi də canım